Salam, hər vaxtınız xeyir olsun. Bugün qiyməli, pendirli yemək dadında bulka resepti bölüşürəm. Öncelikle qaba 1 stəkan süt, 1 stəkan ılıq su, 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı maya əlavə edib qarışdırıb qoyuram maya 5 dəqiqə aktivləşsin. Daha sonra üzərinə 1 çay qaşığı duz, 3 xörək qaşığı bitki yağı əlavə edib bunları da həll olana qədər qarışdırıram. Üzərinə un əlavə edib yumuşaq bir xəmir hazırlayıram. Videonun altına dəqiq ölçülərdə resept qeyd edəcəm. Xəmiri biraz da masanın üzərində toparlayıram. Xəmir hazır olduqdan sonra qabın hər tərəfini bitki yağı ilə yağlayıb xəmiri yarım saat mayalandırıram. Xəmir mayalanarkən içlik hazırlayıram. Qiymənin üzərinə soğan, bitki yağı əlavə edib qovururam. Qiymənin suyu çəkildi artıq. Yağa düşdükdən sonra üzərinə 2 ədəd pomidor, 1 ədəd yaşıl biber, 1 ədəd qırmızı biber əlavə edib bunları da yumuşalıb suyu çəkilənə qədər qovururam. Qiymə yağa düşdü artıq. Üzərinə duz, qara iştiot, pul biber, sarı kök əlavə edib qarışdırıb ocağın üzərindən götürürəm. Xəmir də mayalandı artıq. Xəmirin havasını alıram. Xəmiri kündələrə ayırıram. Kündələri də unladığım taxtanın üzərinə düzüb üzərini örtürəm. Kündələr unlayıb 10 santimlik böyüklüyündə yayıram. Xəmiri bu ölçüdə yaydıktan sonra kənarına rəndədən keçirdiyim pendiri yerləşdirib gördüyünüz şəkildə kənarını içəriyə doğru bükürəm. Bütün xəmiri bu şəkildə hazırlayıb yağlı kağız sərdiyim soba listinə düzürəm. Üzərinə isə hazırladığım içlikdən əlavə edirəm. Üzərinə pendir də əlavə edib 200 dərəcəlik sobada 15-20 dəqiqə bişirirəm. Bişdi artıq, hazır şəklinə də baxa bilərsiniz. Möhtəşəm, ətri hər yanı bürüyən, çox dadlı, içli yemək dadında bulkalar alınır. Hazırlayıb sizdə yoxlayın. Uşaqdan böyüyə hər kəsin bəyənəcəyi bir bulka olacaq.